çaya görə İngiltərə dağılacaqdı? Bəli, sən demə elədir. Hər kəs bilir ki, İngilislərin çaya olan sevdası çox böyükdür və məhz bu sevda az qala onları enerji böhranına çəkəcəkdi. 1980-ci ildə əlbəttə ki, internet olmadığına görə bütün ailələr bütövlüklə divanda oturub televizora baxırdılar və saat 20:15-də reklamlar başlayırdı və hər kəs divandan qalxıb mətbəxdəki elektrik çaydanı qoşmağa doğru gedirdilər. Təsəvvür edin, bütün İngiltərədə 25 milyon elektrik çaydan eyni anda qoşulur. Bu ümumilikdə 6500 kilovat yük deməkdir. Dünya çempionatı zamanı televizor qarşısında oturanların sayı 2 dəfə artır və məhz birinci taymın sonunda hər kəs çaydanını yandırmağa getdiyi zaman İngiltərənin bir çox şəhərlərində ümumiyyətlə işıq söndü. Məhz bunun həlli üçün İngiltərənin ən təcrübəli mühəndisini çağırırlar ki, bu problemi həll etsin. Və bu mühəndis dahiyanə bir plancızdır. Öz çalışdığı otağa televizor qoyur ki, canlı reklamların nə zaman başladığını görsün. Reklamın başladığı an bu mühəndis əlavə 2 şluzu açır və bu şluzu açdığına görə ümumi elektrik gərginliyə dözümlüyü artır və o bilirdi ki, bir çaydanın qızması üçün təqribən nə qədər vaxt lazım idi. O vaxt bitəndən sonra təzədən o şluzları bağlayırdı. Və məhz bunun sayəsində İngiltərədə bu elektrik böhran problemi həll oldu. Lakin 2000-ci ildə elektrik çaydan istehsalçıları artıq daha aşağı gərginlikdə çalışan elektrik çaydanlarını istehsal etməyə başladılar. Ona görə də artıq bu işə ehtiyac qalmadı. Məsələn, sevinəsən ki, adam işsiz qaldı, yoxsa yox.